Xoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Deməli, cəmiyyətdə bir çox zərərli İslam dininə uyğun olmayan, həm də tibbi nöqteyi nəzərindən insana zərərli vərdişlər var, adətlər var və bu vərdişlərin adətə çevrilmiş bəzi növlər haqqında istəyirəm müəyyən çəkilişlər eləyək. Bugünkü çəkilişimiz şadlıq məclisləri haqqındadır. Şadlıq məclislərinin də bir növü olan ad günlərinin keçirilməsi haqqında. Ümumiyyətlə, baxaq görək, ad günləri ümumiyyətlə İslam dininə uyğundurmu ad günü keçirmək? Bildiyimiz kimi dövrümüzdə də Peyğəmbər əleyhissalamın və İslamda müqəddəs şəxslərin, əhl-i-beyt üzvlərinin mövludu keçirilir. Mövlud İslam dininə zidd deyil. Onun ziddi barədə nə bir Quran ayəsi, nə bir hədis mövcud deyil. Yetər ki, mövludda İslam dininə zidd olan müxtəlif əməllərə yol verilməsin. İndi isə dövrümüzdə, günümüzdə baş verən, ad günlərində baş verən zərərli, İslama zidd olan adətlər haqqında məlumat verək. Bunlar deməli, ad günlərdə şərab, spirtli içkilərin verilməsi, israfçılıqdır. Bunlar hər biri böyük günahlardan ibarətdir. Üçüncüsü haram musiqi, dördüncüsü isə tortun üstündə şam yandırılması və üfürülməsi vərdişləridir. Deməli, birinci başlayaq şərabdan. Deməli, dediyimiz kimi ad günləri keçirmək ümumiyyətlə İslama zidd deyil. Lakin ad günü içərisində böyük günahlara günümüzdə yol verilir ki, mövzumuz da bu haqdadır. Deməli, şərab müqəddəs İslam şəriətinə və Qurana görə haramdır. Nəinki haram, haramların da bilirik ki, böyükləri, kiçikləri var və haramların içərisində birbaşa insanın etdiyi əməllər və qəbul etdiyi qidalarla bağlı olan haramlardır. Bu, şərab içmək isə insanın qəbul etdiyi, onun qidalandığı bir mayedir ki, İslam şəriətində bu nə qədər də bizə qəribə görüksəsə nəcis hökmündədir. Bəziləri nəcis hökmünü o dərəcədə anlamırlar. İzləyicilərdən üzr istəyərək deyirəm ki, yəni ayaq yolunda olan nəcisdən söhbət gedir. İslam şəriətində belə də qəbul olunur. Quranda da Allah Taala şərab haqqında sonuncu nazil olan ayədə murdar ifadəsi, yəni şərab içmək və qumar oynamaq şeytan əməllik kimi dəyərləndirir və murdar şey adlandırır. Bildiyimiz kimi murdar şey də İslam şəriətində nəcasət hökmündədir. Deməli, ad günü öz-özlüyündə keçirmək öz-özlüyündə haram deyil, lakin orada şərabın verilməsi həmin məclisin özünü haram statusuna gətirmiş olur. Şərab bildiyimiz kimi Peyğəmbər əleyhissalam tərəfindən də lənətlənmişdir. Şərabı nəinki içən, onu daşıyan, onu istehsal edən, onu istehsal məqsədi ilə yetişdirən, becərən, nəqliyyat vasitəsilə daşıyan, alan, satan, bütün bu prosesdə iştirak eləyənləri Peyğəmbər əleyhissalam lənətləmişdir. Düzdür, şərab ayrıca böyük günahdır. Biz növbəti çəkilişlərimizdə inşallah böyük günahlar barədə, hansı ki yazdığım kitabda 56 böyük günah barədə məlumat verilmişdir. Onların hər biri haqqında ayrıca çəkiliş etmək fikrindəyim inşallah və şərab haqqında da ayrıca məlumat veriləcək. Ona görə bu mövzuya çox da girmək istəmirəm. Deməli, ad günlərində şərabdan istifadə olunması ad günün ümumilikdə İslama zidd, haram bir məclis halına gətirən başlıca amillərdən biridir. İkincisi, israfçılıq barədə məlumat vermək istəyirəm. Bu da böyük günahlardan biridir. İsrafçılıq günahı, yəni malın boş yerə, lazımsız yerlərə, günah işlərə sərf olunması, xərclənməsidir. İslam dini bildiyimiz kimi halal mala böyük önəm verir. Heç bir müsəlman halal malını boş mənasız işlərə sərf etməməlidir. Bütün ad günlərini
demirəm, amma onların bəziləri hətta yüzlərlə insanın böyük şadlıq zallarında keçirilir və böyük israfçılıqlara yol verilir və israf da özü böyük günah olduğuna görə həmin məclisin ümumilikdə haram olmasına gətirib çıxardan ən böyük amillərdən, ikinci böyük amildən biridir. Üçüncüsü haram musiqidən ibarətdir. Bildiyimiz kimi ad günlərdə müxtəlif musiqilərdən istifadə olunur. Musiqilərə də cəmiyyətdə bir mənalı münasibət yoxdur. Mən yalnız cəmiyyətin nə düşündüyündən deyil, İslam kontekstindən məsələyə münasibət bildirəcəyəm. İslam dinində bütün musiqilər haram deyil. Musiqilər iki yerə, halal və haram musiqilərə bölünür. Bildiyimiz kimi musiqilərin haram olma meyarları var. O meyarları Peyğəmbər Əleyhisselamın vaxtından bizə gəlmiş çatan meyarlarının başında işlətməsilərinə xas tərs var. İkincisi, ritmik, aşırı ritmik şəkli, forması var. Bundan sonra musiqilərdə istifadə olunan sözlərin halalı, haramı var. Deməli, birinci işlətməclərinə məxsus tərz var. Bu, hətta həzin, ritmik olmasa belə, bu da ümumilikdə musiqini haram olmasına gətirib çıxardan amillərdən biridir və bu tərz musiqini sevənlər arasında bəlli bir tərzdir. Yəni, işlətməclərinə məxsus olan tərz. İkincisi isə aşırı ritmik, yəni tez insanı əl-qol atmağa, yerindən durub hərəkət etməyə və oynamağa sövq edən bir hissdir. Bu hissi yaradan bütün musiqilər haramdır. Üçüncü isə musiqini haramlığına səbəb olan musiqinin sözlərində istifadə olunan fikirlərdir. Bu fikirlər İslam dininə zid, əxlaqa zid, üzrə pozğunluq, əxlaqsızlığın təbliğ olunması, müxtəlif haram fikirlərin təbliğ olunması ümumilikdə həmin musiqinin haram olmasına gətirib çıxardan amillərdən biridir. Mən yazdığım kitabda 56-cı yerdə haram musiqi qınağını göstərmişəm. Bu haqda Quranda ayə olmasa da hədislərdən gəlir onun haramlığı və inşallah onun haqqında böyük çəkilişimiz olduğuna görə mən bu haqda çox məlumat vermək istəmirəm. Əsas onunla demək istəyirəm ki, bu ad günlərdə də belə haram musiqilərdən istifadə olunması ümumilikdə məclisin haramlığına gətirib çıxarmasına səbəb olacaqdır. Lakin bildiyimiz kimi musiqilər halal forması var. Xalqımızın mənsub olduğu dəyərlərdən də biridir. Musiqi barədə muğamdır və muğamın içərisində əgər sözlərdə haram fikirlər ifadə olunmasa, muğamları da bildiyimiz kimi 90%-də belə bir şey yoxdur. Muğam insanı düşündürən, insanı kainatın yaradılışını düşündürən, insanı təfəkkür edən və onu saf hisslərə sövq edən, hisslər aşılayan bir musiqi növü olduğuna görə onda heç bir haramlıq əlaməti yoxdur. Belə musiqilərdən istifadə olunması da heç bir haramlıq yoxdur və həmin məclisin də halal keçməsinə səbəb olacaqdır. Haram musiqi barədə bir məsələni də hörmətli izləyicilərin nəzərinə çatdırmaq istəyirəm. Bu da din pərdəsi altında bəzi dini musiqi oxuyan məddahların, dini musiqi oxuyan xanəndələrin din pərdəsi altında aşırı ritmik tərzdə oxunan, məclisdə oxunan musiqilər barədə İslami kontekstdən şərh verməkdir. Deməli, bu məddahlar son dövrdə, son ümumiyyətlə 7-8 ildir bunun
intensiv şəkildə artmasının şahidi oluruq. Pərdəsi altında bu mahnılar fərq etməz. Yəni bir musiqinin haram olması meyarları içərisində onun dini musiqi yoxsa xalq arasında olan bayağı musiqi olmasının heç bir fərqi yoxdur. Bu meyardır. Həmin musiqinin, hər hansı bir musiqinin haram olmasına səbəb olan meyyar, əgər ikinci meyyar ritmik tərzdirsə, həmin ritmik tərz günümüzdə görür ki, məclisdə həmin dini mahnıları oxuyan xanəndələr tərəfindən, məddahlar tərəfindən artıq tendensiya şəklini almışdır. Yəni, artım səviyyəsində daha da ritmik musiqilərlə ifadə olunur. Bu da daha çox cəmiyyətin istəklərinə uyğunlaşmaq məqsədi daşıyır və daha çox məclisə getmək, daha çox pul qazanmaq. Yəni, qətiyyətlə bildirirəm ki, İslam dininə uyğun olmayan bu dini musiqilər bu şəkildə, ritmik şəkildə oxunarsa haramdır və Allahı qəzəbləndirən əməllərdən biridir ki, dindarlara da tövsiyəmiz odur ki, xahişimiz odur ki, həmin musiqiləri məclislərində ifa olunmağına imkan verməsinlər və onların haramlığı barədə qəti qənaətdə olsunlar ki, İslam dininə uyğun deyil və həmin musiqilər aşırı ritmik tərzdə ifa olunduğuna görə haramdır. Deməli, 4-cü ad günün haram olmasına dəlalət edən amillərdən də 4-cüsü ad günündə tortların üstündə şamın yandırılmasıdır. Bəziləri ola bilər, hörmətli dinləyicilərdən bəziləri fikirləşəcək ki, elə hər şeydə insanlar haram axtarırsınız, bəlkə də bu İslam dininə uyğundur, siz özünüzdən çıxardınız. Xeyr, bu mənim şəxsi fikirlərim deyil. Mən sadəcə məsələyə İslamın kontekstindən yanaşıram. Bu bütpərəstlik ayinidir, şam yandırmaq. Deməli, Misirdə bu yaranmışdır. Fironların, onların uşaqlarının məclislərində keçirilmişdir. Ateşpərəstlikdə də var. Şamın yandırılması ümumiyyətlə od vasitəsilə insanın duasının Allaha çatması fəlsəfəsinə dayanır və bu bütünlüklə İslam dininə, onun qayəsinə ziddir. İslam dinində duaların Allaha çatılması şəkli Quranda da bildirilmişdir. Aşkar şəkildə Allah Teala bildirir ki, pak sözü Allah dərgahına söz qalxar və onu da qaldıran insanın xeyir əməlləridir. Yəni, bəzən biz dua edib onun qəbul olunmadığı haqda düşünürük. Niyə qəbul olunmadı? Və biz fikirləşməliyik ki, biz az xeyir əməllər etdiyimizə görə bizim dualarımızı qəbul olunmur. Ümumiyyətlə, duaların qəbul olunmasında bir çox meyarlar var. İnsanın halal, haram qazancı, haramla tikilən ev, insanın səmimi Allaha yönəlməməsi və bunların da başlıca amillərindən biri insanın həmin ixlasla Allaha yönəlməməsi və xeyir iş görməsidir. Deməli, tortun üstündə şam yandırılması məsələsinə yenə də qayıdaq. Bu, monoteist dinlərin nə yahudilikdə, nə xristiyanlıqda heç birində yoxdur. Bu əməl xristiyanlıqda olmuşdur. Xristiyanlıqda şam yandırmaq ikonanın qarşısında, İsa Peyğəmbərin və Həzrət Məryəm xanımın ikonasının qarşısında şam yandırmaq ənənəsi var və insanın müəyyən duaları ürəyində müəyyən dualar etməsi, dualar tutması və şam yandırıb bu duanın Allaha çatması niyəsi ilə şam yandırıb, lakin üfürüb söndürməməsi və bu şəkildə də kilsəni tərk etməsi adəti var. Lakin İslam dinində belə bir adət yoxdur. Yadıma gəlir ki, Sovet dönəmində xonçaların üzərində, Novruz bayramında xonçaların üzərində şam yandırmaq adəti var idi və hər bir kəsin adına bir şam yandırılırdı. O şamda bir dilək, arzu tutulurdu. Kimin şamı tez sönürdüsə, bu onun üçün olduqca üzücü bir vəziyyət halına gəlirdi və yadımdadır ki, bir dəfə məndən böyük bacımın
şamı sönmüşdü. Vəziyyət elə gətirdi ki, 2000-ci ildə həqiqətən də o rəhmətə getdi və ailəmizi birinci tərk edən oldu. Mən qətiyyən bunu onunla əlaqələndirmirəm. Sadəcə demək istəyirəm ki, vəziyyət 180 dərəcə necə dəyişdisə, yəni 20-30 ildən sonra insanların bu dərəcədə onun üçün fəlakət kimi qəbul olunduğu bir hadisə dəyişilib, insanın həmin şamı arzu tutub söndürməyi ilə nəticələndi. Baxaq görək, bu bizim xalqımıza, ümumiyyətlə bizim xalqımıza yox, bütün dünyada bu tendensiya baş verir. Yəni, hardan gəlib çıxmışdır, bildiyimiz kimi bu monoteist dinlərdə yoxdur. Bunu yayan dindarlar deyil, Hristiyan olsa da, Yahudilər olsa da onlar deyil. Bu, dünyanı yönəldən qüvvələrin dinsiz olmağı ilə bağlıdır və onlar bütpərəstlik ayinləri durmadan müəyyən aksiyalar, müəyyən tədbirlər, müəyyən ölkələrə müəyyən yönəldilmiş aksiyalar vasitəsilə, müxtəlif tədbirlər vasitəsilə aşılayırlar, müxtəlif informasiya vasitələrindən, sosial şəbəkələr vasitəsilə aşılayırlar ki, və bu adətlər də günümüzdə demək olar ki, insanların çoxu tərəfindən tətbiq olunmaqdadır. Deməli, bu cəhətdən biz İslamın nöqteyi nəzərindən biz məsələyə yanaşdıq və göstərdik ki, bu daban-dabana, bu prinsiplər İslama ziddir, şam yandırıb, arzu tutmaq, bu şəkildə onun Allaha çatmasını diləmək, özü də İslami tövhid prinsipinə daban-dabana ziddir. İndi deməli, ikinci, bunun tibbi cəhətdən insanlara zərərli tərəfindən də qısa olsa da danışaq. Deməli, müxtəlif platformalarda, sosial şəbəkələrdə biz Avropada olan elm adamları tərəfindən tortun üstünə bir neçə adamın və yaxud da bir şəxsin üfürməsi nəticəsində onun ağzından çıxan tüpürcək damcılarının tortun üzərinə düşməsini böyük mikroskop altında müşahidə aparılmasının, nümayiş olunmasının şahidi oluruq və burada bizə göstərilir ki, elmi insanlar göstərir ki, bir insanın ağzından nə qədər üfürmə nəticəsində tortun üzərinə tüpürcək düşür. Bəzən bu uşaqlar tərəfindən bir neçə uşaq, 4-5 uşaq tərəfindən üfürülmə baş verir. Bu üfürmə nəticəsindən də çoxlu tüpürcəklər həmin insanın ola bilsin ki, xəstə olması nəticəsində infeksiyon yoluxmalara səbəb olur. Ümumiyyətlə gigiyenadan, burada gigiyenaya zid hərəkətlərdir və ağzından çıxan tüpürcəklərin tortun üzərinə düşməsi və həmin tüpürcəkli tortun bölünərək ad günü iştirakçılarına paylanması və onların yeməsi olduqca insanlar üçün zərərli vərdişdir və mən inanmıram ki, həmin məclisdə kimsə tortun üzünə tüpürərsə, oradakı iştirakçılardan heç biri tortu yeməz. Lakin bu şəkildə üfürmə nəticəsində baş verən bu tüpürcəkli tortun insanlar arasında bölüşdürülməsi və paylanılıb yeyilməsi insana tibbi nöqteyi nəzərindən olduqca zərərli olması haqqında insanları uyarmaq istədim. Ümidvaram ki, bu çıxışı dinləyən insanlar həm özləri bu əməldən çəkinərlər, ən azından dindarlar, İslam dininə hörməti olan insanlar bu əməldən çəkinərlər, həm uşaqlarının, ailəsinin sağlamlığı, özünün sağlamlığını fikirləşən insanlar bu əməldən çəkinərək uşaqlarını, ailəsinin sağlamlığına daha məsuliyyətli yanaşacaqlar. Mən bu ümidlərə sizdən ayrılıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.